Pulu dollara çevirip saxlasam, dollar qalxanda varlanacam. Hamı belə düşünür. Amma bu ən böyük maliyyə tələsidir. Təsəvvür edin, 17 min manatınız var. Bugün dollara çevirdiniz və 10 min dollarınız oldu. Sabah dollar qalxdı və siz pulu yenidən manata çevirəndə düz 25 min manat aldınız. Kağız üzərində 8 min manat qazandınız, düzdür? Xeyr, bu real gəlir deyil. Çünki dollar qalxanda ölkədə hər şey, geyim, maşın, ev, hətta ərzaq da bahalaşacaq. Dünən 17 min manata baxdığınız maşın, dollar qalxandan sonra artıq 25 min manat olacaq. Yəni, faktiki olaraq heç nə qazanmadınız. Amma bir məqam var. Əgər pulu elə manatda saxlasaydınız, dollar qalxanda 17 min manatınız dəyər itirəcəkdi və o maşını heç ala bilməyəcəydiniz. Yəni, dollara çevirəndə yalnız alıcılıq qabiliyyətiniz eyni qalır. Dollar sizi varlandırmır, sadəcə kasıblaşmaqdan qoruyur. Çünki dollar investisiya aləti deyil, sadəcə mübadilə vasitəsidir.